Ötən illə müqayisədə cari ilin yanvar-fevral aylarında evlənənlərin sayı artıb. ABŞ prezidenti Donald Trump Səudiyyə Ərəbistanına səfər edib. Azərbaycan insan alverinə görə 11 nəfəri Interpol xətti ilə beynəlxalq axtarışa verib. Gəncə Dövlət Universitetinin Filologiya Fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib. Trump mayın 15-i Türkiyəyə səfər etmək niyyətində olduğunu açıqlayıb. Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardığına görə həbs edilib. Sumqayıtda Bayraktar puaları istehsal ediləcək. MÜT-da son zəng ilə bağlı məktəblərə protokollar göndərildiyini və bundan kənara çıxmağın qadağan olduğunu söyləyib. Müəllimlərin bu il üzrə ilkin və təkrar sertifikatlaşdırma prosesinin təşkilinin 18-26 iyunda olması nəzərdə tutulur. Mayın 15-də İstanbulda keçiriləcək Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə Xarici İşlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Rusiya prezidenti Vladimir Putin İstanbula getməkdən imtina edib.